Sosial şəbəkələrdə yayılan bir görüntünü araşdırmışıq. İddialara görə fəaliyyət göstərən Azəridad əmtəə nişanlı toyuq kalbasasını alan istehlakçı məhsulun içərisində toyuq tükü aşkar edib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb və istehsal müəssisəsində plandan kənar yoxlama keçirilib. Yayılan görüntülərdə iddia olunur ki, kalbasanın istehsalı zamanı toyuq dəriləri tükdən təmizlənmədən emala göndərilir. Hər gün 100 kiloqramlarla kalbasa və saz istehsal edən bu müəssisədə həqiqətən yanlışlığa yol verilib. Sözgedən faktla bağlı müəssisəyə üst tutduq. Sözgedən müəssisədəyik, hansı ki, akta tərəfindən plandan kənar yoxlama zamanı bu müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bəli, burada istehsal zamanı kalbasanın tərkibinə toyuq dərisi vurulur. Bəs emal zamanı məhsulların təmizliyinə necə nəzarət olur ki, toyuq tükü sonradan kalbasanın içərisində aşkarlanır? Müəssisənin əməkdaşı Vəfadar Zeynalov deyir ki, kalbasa və sazislərin istehsalında istifadə olunan toyuq əti və dərisi müəssisəyə başqa bir şirkət tərəfindən dondurulmuş formada təhvil verilir. O deyir ki, xam malın tükdən təmizlənməsi və ilkin emalı ilə bağlı məsuliyyət həmin təsisatçı şirkətin üzərinə düşür. Uzamış vəziyyətdə gəldiyi üçün biz onu görə bilmirik. O da gedib kalbasanın içindən belə vəziyyətdə çıxıb deyə. Yəni burada nə dəri təmizləmirik, biz ancaq burada kalbasa istehsal edirik. Həmin o vəziyyətdə də görə bilmədiyimiz üçün gedib kalbasadan çıxıb. Məsuliyyəti onlar daşıyarlar da. Yəni biz onu hazır vəziyyətdə alırıq. İstehsalçı müəssisədən o da bildirildi ki, baş vermiş nöqsan aradan qaldırılmaqla yanaşı xam mal tədarük edən təsisatçı şirkət də dəyişdirilib. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən də həmin görüntülər araşdırılıb. Ümumiyyətlə, kalbasa və sasika məhsullarının emalı zamanı xam mal olaraq istifadə edilən ət və ət məhsullarının, eyni zamanda bağırsağın müşahidə edici sənədləri olmalıdır. Əgər məhsullar ithal məhsullarıdırsa, həmin məhsullarında ithal sağlamlıq akti olmalıdır. Agentlikdən o da bildirildi ki, aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb. Məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb, nöqsanlar aradan qaldırılana dək müəssisədə istehsalın dayandırılması və məhsul partiyasının satış şəbəkələrindən geri çağırılması barədə qərar qəbul edilib. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Hikmət Quliyev, Space xəbər.